Hidronefroz nə zaman cərrahi göstərişi var? Hidronefroz böyrək genişlənməsidir. Bu son zamanlar uşaqlarda çox rast gəlinir və hər gün bu tip xəstələrlə qarşılaşırıq. İstər ana bətnində doğulmamış xəstə ilə valideynlər yazır ki, bizim uşağın böyrəyində çox genişlik var və doğulandan sonra necə olacaq? Bəli, doğuşdan sonra böyrək genişlənməsi hidronefrozun 60-70%-ə qədəri çəkilib gedə bilir və nəticə etibarilə böyrək tam normal funksiyasını bərpa edə bilir. Qalmış halda hidronefroz, yəni böyrəyin genişlənməsidir ki, böyrəyin kasa ləyən sistemi genişlənir, böyrəkdən sidik axa bilmir. Nəticə etibarilə yığılan sidik böyrəyin parenximasını sıxaraq onu incəldir və böyrəyin normal işləyən funksiyalı toxumasını məhv edir və əgər qaldığı halda bu uzun müddət çox, yəni dərəcədə olduğu halda 1, 2, 3 və 4, bəzən də 5-ci dərəcələmə var ki, əgər 3-cü dərəcənin üzərindədirsə, bu cərrahi göstərişdir, çünki böyrək parenximası incələyir, sıfıra dönə bilər. Hidronefrozda mikrocərrahi Andersen-Haynes metoduna icra olunur və yaxud laparoskopik şəkildə məqsəd darlığı götürürük, axarı təkrar böyrəyə tikirik və sidiyin axımını bərpa edirik və bununla da pasiyentin böyrəyini xilas etmiş oluruq. Vaxtında və düzgün müdaxilə çox önəm kəsb edir. Təşəkkür edirik.